Abşeron Xızı Regional Təhsil İdarəsində təhsil işçiləri üçün antikorrupsiya davranış modelinin formalaşdırılması mövzusunda təlim keçirilib. Tədbirdə çıxış edənlər korrupsiyanın cəmiyyətə vurduğu zərərdən danışaraq təhsil sektorunda şəffaflıq və hesabatlılığın vacibliyini vurğulayıblar. Bildirilib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz korrupsiyaya qarşı mübarizədir və bu çərçivədə təhsil müəssisələrində də ciddi tədbirlər görülməlidir. Qeyd olunub ki, məktəblərdə və digər təhsil müəssisələrində etik davranış kodekslərinə əməl edilməsi, rüşvətxorluğun qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi üçün maarifləndirmə işlərinin artırılması vacibdir. Cənab Prezidentin korrupsiya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün milli fəaliyyət planının təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədi ilə Elm və Təhsil Nazirliyinin iş planı təsdiq edilmişdir. Həmin iş planının 6-cı prioritet istiqamətində korrupsiya qarşı mübarizə üzrə maarifləndirmə prioritet istiqaməti üzrə bizim növbəti təlimlərimiz Abşeron Xızı Regional Təhsil İdarəsindən bitdikdən sonra Quba Xaçmaz Regional Təhsil İdarəsində davam etdiriləcəkdir. Təhsil sistemində korrupsiya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması son dərəcədə vacibdir. Zamanında preventiv, profilaktik tədbirlərin həyata keçirilməsi, maarifləndirmənin yüksək səviyyədə təşkil olunması çox əhəmiyyətlidir. Tədbirin sonunda sual-cavab sessiyası keçirilib.